Deyirlər lotka 10 nəfərli idi. Bu düz məlumat idi, yoxsa yox? Yox, 42 nəfərli yox. 42 nəfərli. Bəli, bəli. Ha. Gəmilər də yan alırdı. Prosto dalğa o qədər böyük idi ki, o dalğadan bizə yaxınlaşa bilmirdilər. Gəlirdilər, çox kömək eləmək istəyirdilər. Amma mümkün olmurdu. Aralıdan bizi müşahidə edirdilər. Yanğına su vururlar ki, sönsün. Yəni çalışırdılar, çox çalışdılar. Çalışdılar bizə kömək eləməyə, amma alınmırdı. Amma lotka bütün ekipajlar, bütün cəmaət üçün bəs eləyirdi də, onlar Bəli, bəs eləyirdi. Hamısını bəs eləyirdi. Jiletlər də var idi, hər şey. Hamının jiletlər də var idi, hər şey qaydasında. Şəxsən mən özüm onun birinə elə bir rəhbərlik deyəndə, mən özüm onu şəxsən təşkil elədim, cəmaatı birinə yığdım, özüm sallamışam onun birinci şəxsən, o salamat qalanı. Salamat qalanı elə ki, mən özüm sallamışam, o lazım olan səviyyədə saxlamışam. Bu suyun haradasa 8-10 metr qalxırdı. Elə bir dalğalar qalxırdı deyənə, bizi də burada atdı, hansı ki o sıvayların arasına. Burada biz onu suya da salıb istifadə edə bilərdik. Sadəcə biz onu suya sallayanda orada gəmi yanılma medikasının üstünə düşürdü deyəndə mən onu saxladım, yuxarıda saxladım. Həm də gözlədik ki, görək vəziyyət necə olur. Vəziyyətlə əlaqədar biz gözlədik, sonra orada da dayanırdıq, sabah günü külək səsləndi, bizi xilas elədi.